Çempionlara medallar verirlər ki, bir adam çempion oldu, qəhrəman oldu, yine qızıl medal var. Allah'ın da Kur'an-ı Kerim'de medalı var. 3 tane medaldır insanlar üçündür. Onlardan qiymətli, onlardan üstün, onlardan qudretli medal yoxdur. Hansılardır onlar? Birinci elə budur. İnnemâ yetəqəbbəlallahu minəl muttəqin. Müttəqi medalıdır. Təqvalı insan olsa, müttəqi olsa Allah'ın medalıdır onun üçün. Zalikəl kitab, la reybe fihi hudən lil muttəqin. Allah təqvalı insan, bir adama təqvalı olduğunu deyirlər müttəqi. Yəni bu adam müttəqi adamdır, təqvalı adamdır. O Allah'ın medalıdır ki, ona bəxş olunur. Təqva olmasa, insanın itaati, ibadəti qabul olunur. İkinci, Allah'ın medalı salih bəndə, salih yaxşı bəndə. Hər adam salih bəndə ola bilməz. Məsələn, biz gör salih bəndənin nə qədər mərtəbəsi alidir ki, biz milyonlarla insan namazın üstündə 5 vaxt namazdan xaric olanda deyir, Əssəlamu aleyna və alə ibadillahi salihin. Milyonlarla insan salam göndərir Allah'ın bir gündə milyonlarla, gündə 5 vaxtı. Allah'ın yaxşı bəndələrinə salam olsun. Bir salih bəndiyə milyonlarla insan gündə salam göndərsə, onun yeri cənnət olar da. Və salih görsən ki, salih insan, o Allah'ın medalıdır ki, bir adam salih. Hər adam da salih ola bilməz ha. Salih əməl başqadır, salih bəndə başqadır. Salih əməl, yaxşı əməl görər, və belə ki, bir müddət yaxşı əməl görür, sonra da pis əməl görür. Onunla dərəcə gəlib mükəmməl olur. Amma salih bəndə olsa, adam özü yaxşı adam olsa, onun, məsələn, mən birdən deyərsin ki, bir də adam mənə salih bəndə, misal çək, hər adamı demək olmaz. Məsələn, mən birini sizə deyə bilərəm. Salih bəndə, bizim deyil, salih bəndə deyil, yəni kim oldu ola bilər də. Getdi bir dənə yaxşılıq elədi, neysə, ha bu yox. Mən bir dənə öz oxuduğum salih bəndə deyə bilərəm sizə. Salih bəndə Həzrət İmam Hüseyin əleyhisselamın qardeşi Həzrət Əbbasdır. Onun neçə dənə adı var, biri də Əbdüs Salih. Allah'ın salih bəndəsidir. Gör, o qazanıblardır. Göründü nə var bu Əbdüs Salihdə. Salih bəndə olmaq üçün təkcə bir yaxşılıq, kiməsə hörmət eləmək, kiməsə kömək eləmək deyil. Vəfa, sədaqət, dönməzlik, qorxmazlıq, can fəda eləmək, canını pay eləyir. Sən malından pay eləmək istəmirsən. Sən əhsan eləmək istəmirsən. O canını verir, pay eləyir, hədiyyə eləyir canını, isar eləyir. Böyük şeydir bu, kiçik şeydir. Ona deyirlər Əbdüs Salih, bu Allah'ın yaxşı bəndəsidir. Üçüncü də mömin bəndə. Biz indi mömin deyəndə, o da mömin də Allah'ın medalıdır. Qəd əfləhəl müminun. Möminlər necat tapdılar. Bir adam ki necat tapdı, elə ən şərəfli insan, o da mömindir. Ona görə Allah'ın 3 dənə medalı var. Müttəqi təqvalılar üçün salih medaldır, yaxşı bəndədir, bir də mömin. Allah'ın mömin bəndəsi də ən yüksək medallardır bunlar.